Doktor, follikulum partlayıb? Çox eşitdiyimiz suallardan biridir. Bəli, bir çox qadın bunu dəqiqləşdirmək üçün az qala hər ay UZI-yə düşür. Follikul partlaması hər ay hər qadının bədənində baş tutmasını gözlədiyimiz bir prosesdir. Bu prosesin baş rolunda follikul dayanır. Follikul içində yumurta hüceyrəsi yetişən kiçik maye dolu kisəcikdir. Hər ay bu kisəcik partlayaraq yumurtanı azad edir. Bax elə hamiləlik şansı da bu an yaranır. Əgər follikul partlamışsa, buna anovulator sikl deyirik. Bu vaxt qadında aybaşı gələ bilər, amma yumurtalama baş vermir. Nəticədə hamiləlik şansı sıfıra enir. Follikulun partlamasını ultrasəs müayinəsi və hormon analizləri ilə aşkar etmək mümkündür. Bəzən bədən bu işi özü görə bilmir. O zaman ovulyasiya iynəsi köməyimizə gəlir. Belə ki, bu iynə follikulun partlamasını təmin edir. Son nəticə olaraq, follikulun partlaması vacib bioloji proses olmaqla bərabər hamiləliyə şərait yaradan faktorlardan biridir.